Professor, hansı qidalar damarlar üçün faydalıdır? Damarlar üçün faydalı qidalar əsasən meyvə və tərəvəzlərdən ibarətdir. Bunlar da müxtəlif keyfiyyətlərə malikdir. Ən çox istifadə olunan dünyada bugün və onun effektliyi sübut olunan meyvələrə aiddir. Birincisi qaragilə. Bu bizdə az istifadə olunur. Bizim təbiətimizdə bu az yayılmışdır. Amma Avropada bu çox geniş yayılmaqdadır. Çünki ona deyirlər superfood. Yəni damar üçün ən dəyərli bir qida. Onun istər təzə şəkildə, müxtəlif şirələr şəklində istifadəsi çox faydalıdır. Hətta onu bir çox ölkələrdə dondurulmuş vəziyyətdə saxlayırlar və bütün qış sezonu ərzində istifadə edirlər. Digər bir qida hansı ki Azərbaycanda geniş yayılır, bu nardır. Narın özü və nar şirəsi. Bunu da çox yüksək keyfiyyətlərə malikdir. Nədir bu? Nar şirəsi eləcə dediyim kimi, qara gilə kimi. Bunun gözəl antioksidant təsiri var. Qanın laxtalanma sürətini aşağıya salır. Qanın biologiyasını yaxşılaşdırır. Bundan başqa tromb əmələ gəlməsinin qarşısını alır və endoteli, yəni damarın daxili qatını qorumuş olur. Üçüncü yerdə ən çox istifadə olunan ispanaqdır. İspanağın da bu keyfiyyətləri var, amma çox təəssüf ki, bizdə ispanaqdan düzgün istifadə olunmur. Əsasən bizdə ispanağı uzun müddət müxtəlif qidalar kimi qaynadırlar və yaxud da bişirirlər. Ona görə də bütün lazım olan ingrediyentlərin hamısı parçalanır. Odur ki, ispanağı daha çox məsləhətdir ki, çiğ-çiğ istifadə etmək və yaxud da ki, 1-2 dəqiqə su buxarında saxlayıb sonra istifadə etmək. Belə olduqda onun bütün müsbət keyfiyyətləri saxlanmış olur. Digər qidalardan faydalı olanlardan təbii ki, sitrus bitkiləridir. Bunlar da bizdə geniş yayılıbdır. Sitrus bitkilərinin həm içərisində antioksidantlar çoxdur, eyni zamanda vitamin C ilə zəngindir. Bu da damarlar üçün çox effektlidir. Daha çox istifadə olunan qidalar içərisində təbii ki, bunlara aiddir. Eyni zamanda müxtəlif çərəzlər bunlara aiddir. Yəni nə? Qoz, fındıq, badam. Bunlar çox effektlidir. Çünki bunların tərkibində birincisi karbohidratlar yox dərəcəsindədir və çox böyük effektə malikdir. Damarların divarlara müsbət təsir göstərir. Ona görə də hər kəsə məsləhət görərdim ki, gün ərzində bir ovuc bu qarışdırılmış çərəzlərdən istifadə edin. Damarları sizə minnətdar olacaqdır. Onun divarların möhkəmləsinə müsbət təsir göstərə biləcəksiniz. Digər qidaya zeytun aiddir. Zeytun yağı bu da çox effektlidir. Son olaraq düzgün qidalanma rejiminə riayət etməniz məsləhət görülür.